Konuş artık, konuş. Hello arkadaşlar. Necəsiz? Nə var, nə yox? Deməli, bilirsiniz ki, sabahlarım Mədişimin ad günüdür. Əslində, indi təbrik eləmək istəyirdik. Sadəcə olaraq bəzi səbəblərə görə indi gedə bilmirik. Ailəvi problemlərə görə, öz ailəvi problemlərə görə. Çünki Alisanı qoya bilmirik, qoymağa yerimiz yoxdur. Mamacığım ben yoxdur. Ona görə indi düzdür, Alisa yanımızda yoxdur. İndi qoymuşuq ona girin yanına. Amma gecə onların işi var, həm də tacir işi var deyə gedə bilmirik. Nəsə olsun, qısaca sabahlarım zaten ad günü keçidəcək. Keçitməsə belə evlərinə gedəcəyik. İndi gəlmişəm buradan hədiyyələrin götürməyə, hədiyyəsini daha doğrusu. Deməli, çox fikirləşdim ki, nə alım. Ağlıma qəşəng bir şey gəldi. Çünki Mədişgildə olmuşam, bilirsiniz ki. Gəlib. Lola. Haydi. Gözleyin arkadaşlar, Lola geldi. Al onu. Ya Ferdi'nin Lola değil. Çok sağ ol. Evet arkadaşlar. Deməli, çox düşündüm ki, nə alım. Mən onu dedim, axı, Mədinəgildə olmuşam deyə. Mədinənin termosun qabağını görmüşəm. Orada bəzi çatışmayan şeylər var idi. Mən də gəldim, onları Loladan götürməyə. Çünki Mədinə hər zaman mənim termomun qabağını görür və Lola məhsullarını çox bəyənirdi. Mən də düşündüm ki, onun belə termosun qabağında nə yoxdursa, belə hədiyyə formasında onun üçün yığdırım. Burada hər şey var arkadaşlar. Yəni, qadına istifadə olmayacaq nə varsa hamısı var. Belə, opşum hədiyyəmiz budur. İnşallah keçsə gedəcəyik. Zaten vlogda görəcəksiniz getdiyimizi. Gedəcəyik, ad gün keçirəcəyik. Hə, olmasa da evə gedəcəyik. Opşum da bugün Mədişin ad gününü qeyd edirik. Yəni sabah. Bye bye. Happy birthday. Deməli, uşaqlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Biz hazırlaşmışıq. Gedirik Mədişin ad gününə. Tacir ayaqqabıları geyinir. Mama Alisaya baxır. Hadi gidelim. Hədiyyəmizi də götürək. Yol üstü bir dənə hədiyyəmiz var. Onu paketləməliyik. Onu da paketləyək. Onu görüb görüşürük. Gidelim. Hayır, bunu deyirəm də paketləməliyik. Nə deyirsən? Mən sən deyirəm də. Gəl, görüm sən nə tərs siqnal verir. Sən indi də siqnal verəcəm ki, özündən çıxarsan. Səbləşdin mi? Niyə əsəbləşsən ki? Hara gəldik? Sürprizə. Burada bir dənə duraqladım. Deməli, uşaqlar, evimizin yanında sürpriz, nədir bura? Sürpriz mağazası var. Nəsə, adı sürprizdir. Bunun içinə yəni tökmə ləçək falan verin də onlardan. Ləçək verin mi? Kağız səhv eləmirəmsə. İndi belə bir rozov olsun. Baxın. Saxlama gözlər. Siz düşmüş. Sizdən göstərməyəm. Kartlayla eyni olduğu üçün elə buraya götürdük uşaqlar. Var. Onları at onun içinə. Mən neynirəm bəs? Aysa. Allah, sən deməsəydin mən bilmirdim. Bilirsən, ya. İşçi lazımdır sizə. Mən işləmişəm də hədiyyə dükanında. Sən. Deməli uşaqlar. Birinci qoyuruq buna. İçində nə olduğunu bilmiyoruz. Sən də bilmirsən nə var onun içində. Təxmini bilirəm də, tam yox. Sonra bunu koyuyoruz. Məncə gözəl. Bunu qatdalar altına ilə Aysa. Nə tər hədiyyə dükanında işləmirsən sən? Belə uzun olur, belə qoy. Böyle işte belə. Belə qoy, yerdə qalsın. Onu da belə koyalım. Bunların nə olduğunu bilmiyorum. De buradan qoyalım. Sen diyen. Bunu da koyalım, başına koyalım. Bunu da koyalım. Çıkanı da koyalım. Çıkanı belə uyğunsun. Ne koydu da kas? Ne koysun? Bak belə koy, başına çıkasın. Sen biraz koşuyorsun, yapıştır. Yo. İhtiyaç yoktu. Böyle bir şey. Bunun üstündeki neyse koyak. Şimdi bunun şeyi hanı? Hala açtınız. Ben açtım. Bana koydum. Yine bak düşmüyor. Değdi. Arkadaşlar şimdi Buradan geçelim. birinci buradan geçelim. Yok, birinci buradan. Buradan
Birini buradan keçirsən. İçəri. Aysa. Bunu buradan keçirsən içəri. Bu yeşildə tutursan. Güzel imtihan. İndi bunu bir sakın aşağıya. Bunu keçirsən. Labirintler. İkisini də götürürsən. Böyle. Şey burada. O bank kadar var sana. Onun üstündeki bank var ya. Var mı sabunlar bir şey? Bunu böyle kapatıyorum. Bank bağlayalım sana. Bağladım da. Bakın. Bağlayayım tanrım sana. Şaka dur. Buradan çıkarıp dırnağa gideceğim. Dırnağlarım vardı ama burada bağlayayım. Bak hangi değil bu? Şimdi ben bağladım. Yok istemiyorum değme. Özür dilerim. O var yanına tutun. Bu başka başka. Ha? Hı. Ne gitti? İşte efekti. Gitti. Bir tane de bunu koyma karık kalak. Kız koyma. Ben de şey olacak. Kulaklarımıza. Annem teyze birbirine. Annem teyze birbirine. Ha filan. Filan. Bunu. Belki özün istiyorsan alırsan yalanma. Geçek değil mi ha? Termoslara bak hele. Bakın Ali sen termosu var axı. Eserler falan var burada uşaqlar. Çok beğendim buranı. Bundan Bura biz girmişdik 2000 günde səhv eləmirəmsə yadımdadır. bundan alıp Alisa için Nə? oynamağı basırsan. Şeydi, yox o atarıq getsin. Gəl bura təcil. Hə. Gəl burada mişkalara baxın. Bir dənə mişka götür. Yox, güzel değil. Onu istəmədi. Kızı var ya, mənim də qızım var. Kim çıxartacaq onu? Özünkindən bilirəm. Gəl bura təcil. Buna bak hele. Hangisine? Rahip oxşayır bu. Bence bu rahip oxşayır. Hı? Bu bir de o. Hansı bu? Değil mi? Ha. Arkadaşlar tercih bunu rahip oxşatdı. Peki Allah bunu. Hele buna bak. Bu. Ay da bu da oxşayır. Kopya rahipdir. De burada da var bazen. Sonda da geçecek var mı? Kanda güzel değil. Güzel kalmaya seçeceğim. Bak. Hansı ne? Bu. Bu. Aşkım Gözü de bu. yumulur değil mi? Uşaqsın bu hayatım. Ağı. Aa, mən qızımın kupasını. Ay, tercih. Evet. SpongeBob'u götür istersen. Bunu da götürə bilərik. Bu da şirindir. Hə? Bak da hansın ürəyincədir onu götür. Bu qurbağa da qəşəngdir. Var, rahib oxşuyur. Kəramətdir də onun adı. Peki bunu götürüm. Onun lap uzunları olur ya ondan yok. Çıxartmağa Ver bunu tutun ben rahat. Elbette dəmiz əl keçir. çalışıyorum. Bak. Ha, kəramət. Все, bu rahibdir. Arkadaşlar bunu götürdük. Buna karar verdik. Rahibe de benziyor. Все. Arkadaşlar hediyemizi aldık. İndi gedirik tort almağa. Bu arada Rasmiye'ye de hediye aldık. Bir de atasını aldık. Bir de şey Alisa'nı unutma tabii ki Alisa'ya da aldık. Onu da mən deməsəydim almadı. Dinləyirsən Alisa hediyə alıb. Çünkü Alisa'nın oyuncağı dedim çoktu. Sonra düşündüm ki benim kızımdı. Ya, mən Ben jubiləm kızıma alam. nəsə almalıydı. Ona göre Bundan aldım. sonra kızımı arkadaşlar. alacağım her şey. Qoy açılsın da. Qoy açılsın sonra. Ay, sağ ol. Tez at. Bir sən nə yoxşursan ha? Şimdi geldik tort almağa arkadaşlar. Neye? Bir sən nə yoxşursan? Ben deyəcəm şey. Haydi çak ye. Çak ye. Mahmut. Ha? Seri. Bence ile bunu götürelim. Onu. Çok böyle bir şey götürmüyor. Olsa da onlar da tort kimi. Arkadaşlar tortumuzu seçtim. Tacın yüreği isteyen tortu seçmedim diye əsəbləşdi. Siyə kesdik. Oo, götürmürlər bir sürü mənim tortumu Tacı. Deməli arkadaşlar. Şimdi. Şimdi daha az. Deməli uşaqlar gəlmişik. Bir dənə problemimiz var ki, içəri girəndə çəkiliş eləyə bilməyəcəm. Səbəbi odur ki, mən işkin evində qonaqlar çoxdur, maması Gülzad var da. Ona görə çəkiliş eləyə bilməyəcəyik. Əfsuslar olsun. Əfsuslar olsun ki, hə o kadrları... Ne görsəz burada görərsiniz. Nə görürsüz? Ne görsəz burada qalsın. Görürsüz deyəndə ki, onsuz da ne deyək ki, şeydir, tortun üstünə, bu 2 qapdan çıxdı. Tortun üstünə şamı qoyuruq, aparırıq, üflüyüb, pişo da, yəni. İstəyirsiniz, mən burada sizin üçün üfləyə bilərəm, bir problem.
Neynədir? İnşallah Qırılmaz. qırılmaz. Yox, qırılmadı. Deməli 20. Bir də nolçu qoyarsan ha. Bu arada Mədişimin 20 yaşı olur arkadaşlar. Hə, option da belə. Yəni çox çəkiliş eləyə bilməyəcəyik içəridən maalesef. Amma story-də paylaşacağam da. Story-də gəlib Instagram səhifəmizdə baxa bilərsiniz. Bura aşağıya qoyacağım Instagram səhifəmizi. Kim istəsə gəlib oradan baxa bilər. Bir də mahnını da hazırlaş. Happy birthday to you Mədişim. Maral Tarıqızı kim oxudun? Happy birthday. Mədişim. Deməli hədiyyəmizi götürürük arkadaşlar. Bəh. Tortumuz da budur. Bunun indi dəf kimi yeyəcəyik. Tortu qoyuram. Bunu dəf kimi yeyəcəyik birazdan uşaqlar. Hədiyyəmiz tut görün bura. Hə. Hədiyyəmiz hanı? Hədiyyəmizi düşəndə götürərəm də mən. Dəndə hədiyyəmizi götürürük. Bir də bunu götürürük. Telefonum burada, iş telefonu qalsın burada. Bir də bunu. Bu arada biz çox oturmayacağıq. Tacirə işarə edəndə tacir özü duracaq. Bu da çox oturmayacağıq. Çünki mən buradan çıxıb dırnağa gedəcəm. Dırnağım bir riski qopub. Çünki dırnaq ustam sabahlarım göz əməliyyatına girir. Yəni gecə ilə mütləq dırnağa getməliyəm. Başqa variantı yoxdur. Optionda buradan çıxıb gedirik dırnağa arkadaşlar. Hadi bunlar sənlikdir. Getdik biz təbrikə. Buradan da təbrik edirəm. Mədişim. Dırnaqların hamısını sökəsən. Yox, bir dənə bunu düzəldəcək. Şöyle rəngin dəyişəcək də. Asandır. Option, Mədişim, səni təbrik edirəm həyatım. Yaxşı ki varsan, yaxşı ki səni tanımışam hər zaman. Qəlbin, bax bugünkü kimi gözəl qalsın, təmiz qalsın. Öpürəm səni, yaxşı ki varsan. Gəl kapak fotoğrafı. Deyən. Evet arkadaşlar, hadi gittik YouTube'uma. Uşaqlar gəlmişik Mədişgilə. Heç yeri çəkə bilmirəm. Bir dənə buranı istəyirəm sizə çəkim. Qəşəng bir dənə stol açıblar bizə. Bu qədəri bəs eləyir. Uşaqlar, çıxdıq Mədişimgildən. Təbrik elədik, çıxdıq. Yarım saat oturduq, çox oturmadıq. Amma qəşəng polnu yemək yedik. Mamasının əllərinə salıq. Bir dənə dadlı yemək pişirmişdi. Allah'ın olsun, yəni dəhşət bir yemək idi. Yəni ləvəngisi, aşı, hər bir şey süper bir kebab. Çox bəyəndik. Həqiqətən tacin bu arada mənim tacinin də ən sevdiyi yemək ləvəngidir. Çox bəyənirik. Həqiqətən də əllərinə sağlıq. Hə. Çəkiliş eləyə-bilmədim dediyim kimi valideynləri falan oradaydı, dayısı falan, əmisi falan, optionda xalası da hamısı oradaydı. Ona görə çox çəkiliş eləyə-bilmədim, amma stolun üstündən biraz bir fragment sizin üçün qoydum. İndi şey eləyirik. Gedir tacın dırnaqlarını Gedirəm qızlar dırnaqlarımı düzəltdirməyə. Çünki dırnaqlarım həddindən artıq çox pis gündədir. Deyəcəksiniz niyə gecənin gəlsən? Çünki mənim dırnaq ustam həm bizim qonşumuzdur. Instagramda paylaşıram səhifəsini. Yəni ki, görərsiniz Razində qalır. Həm mənim qonşumdur, həm də ki şeydir. Nədir? Sabahların göz əməliyyatına girir. Allah şəfa versin. Ona görə bir neçə müddət işıqla işləyə bilməyəcəyi üçün məcbur gecə vaxtı gedirəm. Alisa da həmişə kimin nənəsinin, babasının yanındadır. Ona görə gedim tez dırnaqlarımı düzəltdirim. Həm bəlkə biraz qısaltdım. Əslində qısa dırnaqda çox da hərəkət edəyəmirəm. İndi baxacam da görək nə edirik. Amma yəni sökməmişəm də. Bir dənə çiçəyimi qopub bu dırnaq üzərində. Aslan. Halal olsun sən. Gedim Bir həftədir dırnaq saxlayır. Bir həftə deyil, aşkım çoxdur. 15 gün. Olar. Nəysə arkadaşlar, gedim dırnaqlarımı düzəltdirim. Ondan sonra gedəcəyik tacirlə evə. Bay bay. Peki mama gelin başına biraz oynayacaq. Ayda. Qaraçı paltarım olsaydı qapını geyinərdim, döyərdim, dilənçiyəm. Baxarsan da gör orada varsa götürərsən. Haydi. Arkadaşlar bəlkə bir dənə qışqırtma eləyək. Nə deyirsiniz? Bacımı bir dənə bunu 2 dəqiqə həll eləsin, sizə geri dönüş eləyir. Qızlar, gəlmişəm, dırnaqdayam. Məryəmi gözləyirəm. Məryəm hal-hazırda uşağı yatışdırır. Bu arada dırnağı evində eləyir uşaqlar. Baxın, burada belə özü üçün stol ayırıb, bu formada uşağın otağını, balacası burada yatmır deyə buranın dırnaq yeri eləyib. Razindədir, yəni dırnaq yəni yeri, evi Razindədir. Mən də ora gəlmişəm. İndi gözləyirəm ki, dırnaqlarımı düzəltdirim. Gedə evə. Bu arada mama ilə papaya qışqırtma eləyəcəyik. Gözünüz videonun sonunda olsun. Deməli qızlar saat 1-ə qalıb və dırnaqlarım bitdi. Baxın, ne kadar güzel oldu. Vitrika elədik, çox bəyəndim. İndi gedirəm evə. Evə gedirəm. Qışqırtma eləmək üçün mən şey verəcəkdim. Tamam qızlar. Mən Məryəmi
Dilenci paltarı giyinib, qapını döyüb içəri girəcəm öz evimizə. Prosta indi paltarım olmadığı üçün Məryəmdən ödünç paltar alıram. Yəni dırnaq ustamdan ödünç paltar alıram. Deyirəm mənə yaylıq zad versin, belə qara çikin bir paltar versin. Yəni köhnə bir paltar versin, geyinim. Gedim evə, qapını döyüm, girim evə. Gözləyin, gözünüz videoda olsun. Çox qəşəng bir şey olacaq. Dırnaqlarımı da bu arada çox bəyəndim. Əllərimə çox yaraşdı. İndi deyirəm, siz də bəyəndiniz. Mən arkadaşlar gəlmişim mağazaya. Alisa'ya su aldıq. Yumurtamız yox dedi. Yumurta var. Kulok, Allah kulok var. Aşkım o kət yumurtasında bundan yox. Hadi o ondan şəfalıdır. Şəfallı olmağı neyirəm? Şey yazıda vurmağa deyirəm də. Handa yumurta zat pişirsəm sən vurmağa. Sonra nə? Pendir. Pendir var, muz dedim, neysə pendirə. Sonra buradan da düşbərə də. Düşbərə, file. Səhər yeməyini nə alaq? Səhər yeməyin əslində Bəlkə səhər Hər qəşəngdən şey var. səhər yeməyi ye. hər şey var əslində. Amma labne alsan, Bundan da yeyərəm. Labnemiz yox. Bundan sevirəm. Sonra nə yoxdur? labne. Labne yeyirsən, labne yeyirsən sən güya. Məndən çox özü yeyir, bilsən. Yox, yox, Labne. labne yeyirsən. Sən necə bir şey almaq olar? Hə. Bundan da var bizdə. Hə. Ay, bundan da sevirəm, kaçır. Çox tatlı deyiblər. Götür də. Bir dənə də bundan Hadi. götürək. O vaxt şey var idi, gözəl yantar. Benim görüm burada var bunlar. Yox, yox, bizim sanasını bilirsən. Aynen. İnşallah ondan yemişsə yorumlara yazarsınız da yantar. Çox əfsanəvi bir şeydir. Ha, sən mənim canım, həyatım. Görsən, Allah sənə bəla versin deməyəcəm. Əsas Alisa'ya su aldık kızlar çünkü Alisa'ya... Şuradan ben şeyden. Önceden yiyeceğiz. Xiyar tam dolmuş yok, xiyar tam dolmuş arkadaşlar. Gel. Tamam. Seç. Tikanlı əslində svej olandır da. Kartop. Az qalmışdı kartop. Hangi? Ha. Götürün. Biraz götürdüm. Hərəsindən biraz. Biz niye az az götürüyoruz? Şu an çünkü xarab olur. Havası falan da size sağlık iyi gelir. Bunu bir nasıl götüründen çok az az götürüyoruz. Sağ kalması da götürərik sənə. Ben kafasını götürüyorum. Bəs, bəs. Ha. Bizim evdə yeməyimiz olmasa Her zaman pendirimiz olur pendir pendirsimiz olur. Adından ölsək də pendir pendirsimiz olur. Havası oradaki şeylerin geldi. Bir oradan götürüyorum. Harda? O yanda var. Getdik. Gedirik indi. Təzə kalbasa görmüşük. Ona vazu evdə dəfkimi yeyəcək. Sen beni öldürdün. Az yemekten var. Tavuk. Tavuk var mı? Götürmek gibi. Tavuk. Götür olsun. Hərdən zəhmət olsun. Arkadaşlar buraları bir seslendirmeye koyacağım çünkü mahnı var mağazada. Biz elan edirik, xahiş edirik. Biz hansı mağazaya girdiyisə orada mahnıları söndürün. Magazin tərəfdə dəfkimi yeyəcək hamısını. Burada mən tuşumdan götürəcəm hamısını. Hal-hazırda yanına keçsin. Bir burada. Ne yapıyor? Hə? Balacasını götür, yanından istəyirəm. Anam hadi. Anam hadi. Kız. Onun balacası yok, hadi çözer. Onun balacası yok, değil. Salın. Çörək. Yağ da lazım ha. Olmaz. Evdən cəməlli bıçaq lazımdır, gözəl. Bu nasıl? Yok, bu əslində bıçaqdır, var. Ne var? Su olsun. De, qurdan baxın gözlə. Toyuzda keşek götürün. Görəm burada şey var, bıçaq tiliyə. Lazım değil. Lazım da, eyvah. Takip edin, ne var? Haydi, bu Alisan başına olar. Ne için bu? Başına var mı? Yok değil, keşek değil. Haydi, Şey yapalım, Ne? sakın kapı. sapıqda qabı. Mənim gözümə dəymir. Yox. Bu nədir? Yox, bu şey başqa şeydir. Bir saniyə. Nəzərdən keçirəm, bir özür. İndi. Nədir? Bunların hepsini ben aldım. Sağ ol da sən. Sadece yemek için sakın gerekiyor. Burada çok aldım. Bu sarıkları dayanamam, ben aldım. Bu sarıkları yine. Bu sarıkları da ben gördüm. İkisini çok beğendim. Teşekkür ederim. Bunu götürdüm. Mayonez götürdüm. Yapandım bu da şapkayı. Yapandım. Hatta sonra düşünelim. Bunun gözəl. Üstündəki kağızını soy. Onu da sınırdı, onu qaldırıb qoyun. Gel. Arkadaşlar. Ağzı Her şeyi taşıtırmışam tacirə. Şahid tez gəl. İndi qalxırıq evə. İndi mən burada geyinəcəm. Paltarlar əlimdə. Qasid bunları buraya yerləşdirsin. 2 dəqiqə. Buradan mən başlayarsan çəkməyə. Bura qoyarsan bir olara. Yani buradan çekersen yukarı bu giyinin. Diyette. Arkadaşlar. Al. İçine bir yok sopa kalmıyor. Saçım da yık. Yeri dəyməz. Ağzı da bağlı. Ağzı da bağlı. Benim tadım görmüyor. Peki kaçın ile girin canım? Kaçın. Bileziğiyle.
Kapının açında. Kapını açın. Ne istiyorsun? Allah. Burada. Sen söyleyebilirsin. Arkadaşlar. Görmüyor sen azıcık canlıyım. Böyle elinden çıkmış. Qaraca qızı tapdıq axır ki. Əslində hamısını şaşır qaldım yuxarı. Bayaq gördüyümüz elə belə şey. Cücü! O sifətə bax ha. Sifətə bax ha. Dirençli yoluna giremedim. Gördüm tanıyacaktı. Cumdum üstüne. Ay Allah. Ay Allah babacı. Sen canlı. Gece bak sen. Ay Allah babacı. Bu kimdi belə? Bu kimdi belə? ha? Bak gelirler. Bu kimdi belə mama? Uşağımın köynəyini ilə bağlamamışsan. Yine kurban oğlum. Allah hiç demeyin abi. Əliyi sonra. Yumuşam yumuşam. Oradan çıkanda yürü. Allah. Çok sevdiğim bir şey. Allah. Sök, Ne sök, sök. almışım mama. Gördüm. Oyuncaklar almış. Bir əmsi versin də, qoy sevsin əmsini. Kör dənəsiyle maraqlanan var burada. Mama, mama rəng, su ver mamaya bir rəng, gözəl. Mama rengi soldu. Sen de Allah'ım. Ben göz kaldı oyuncaklara getir şarjı oynasın. Buna bax. Baxmağına bax. Mama. Mama bak sen kapı kim diyebilirsin? Bu ne nasıldır? Özüm koptum. Qəşəng, mübarək, qəşəng. O birisi kaldı ben sana. 24 saat. Kaldı. Bize saat takılır. Ne kadarlarım kaldı papa? Gözəl. Bir dənə mamaya su gətir. Ay Yazık Allah, galiba. su getir. İçdim su, Hə? içdim. Boy. Yazıq Arman. Onu da Şimdi qozaltdı. sen can. Sen bu vakit sen kapı kim diyebilir? Baba teyzesi sevdim. Elə mən Tez dolmam oyuncak, yoxdum tez da. oyuncak gören kimi sevindirir uşağım. Uşağıma oyuncak alıp getirmirsiniz ha kişi kimi. Demedin almayayım oyuncağı. Onu vereyim. Böyle oyuncaklar alabilirsiniz. İsteyir. Ama Oyuncak almayayım. Heyecanlandım. Demedi de her canımda 50 manat veriyorum. Ha 50 muhat versin. Hardan versin 50 muhat? Her Ben de zaman. moral oldu. O beyaz şey var ki. elə şəkil onu bir dənə də elə. Onu Başına bir dənə. gəldi. Ona bax gözəl. Bax, bax. Hayır. Bunu oyuncak almak lazım ya hayatım. Bax. Tez oyuncak istiyorum uşağım. Ayda bunun bir dənə tütəyi var. Seç. Onu sevir. Oy aşkım ne kadar güzel değil mi? Buna bax Şakir. Gəldik. Yandırım. Yandır. He ben buradayım ben sen pişirirsen ha. Neyse arkadaşlar. Zaten ne aldığımızı bilirsiniz. Bunlar indi yeri beyir eləyərsən. Hem de buraları yer vereyim sonra. Sabah da gözəl bir videomuz var uşaqlar. İzləmədə qalın. Ailəlikcə bir yerə gedəcəyik amma Bəli, hamımız gedəcəyik bu səfər. Amma indi demirik hara gedəcəyimizi. Videonun axırında bu videoya baxıb qutaraq sabahki videoda görəcəksiniz. bəli. Bəli. Şimdi dedim. Hamımız da sən, mən, mama, Taci, Şakir. Ben blok sevmeliyim. Kapının ağzını güzel sevmeliyim. Ben ne? Blok çək. Yox, oturub Bir blok canlıda. çək mən. Oturub blok canlıda çək. diye bu şeydi də. Blogger zatda oturub canlıda o da YouTube'dan danışır ki. Şey 400 lira adam var. Ne sağlığı? Arkadaşlar, herkes gitti. Çok yorğunum. Çok Hər masum. şeydən artıq çox. Gedirik yatmağa. Alisa da bizi gözləyir. Mama gil getdilər. Gedək yataq. Gecəniz xeyrə qalsın. Sizləri çox sevirik. Siz bu videoya baxarkən səhər olacaq düzdür, amma bizim üçün ikinci vlogumuzun davamı gələcək. Çünki sizə çox gözəl bir vlog hazırlayırıq. Yəni evet, siz buna baxarkən biz o vlogu hazırlamış sayılacağıq, hazır etmiş sayılacağıq. Yəni hazırlayacağıq. Nəysə, option bir söz. Siz yəqin ki başa düşdünüz. Nə demək Mən başa istədiyimi düşmədim. başa düşdünüz. Mən başa düşmədim. Siz Öpürəm yəqin sizləri. başa düşdünüz. Like atıb, yorum yazıb. Kanala abunə abunə olmağı olmağı unutmursunuz. unutmayın. Sizləri çox sevirik. Yaxşı ki varsınız. Sizlərin dəstəyi bizim üçün çox önəmlidir. Bəli. Sağ olun, salamat qalın. Bye bye. Tschüss.